Salam. Öyrənməyi sevən dəyərli dinləyicimiz. Deməli, bugün biz yəni milli kimliyin, tarixin və necə deyirlər, gələcək strategiyaların kəsişdiyi çox maraqlı, amma eyni zamanda kifayət qədər ziddiyyətli bir mövzuya, belə dərinliklərə doğru bir səyahət edəcəyik. Hə, yəni açığı bu elə bir mövzudur ki, üstündə həmişə mübahisələr olur. Çünki xəritələrə baxanda bilirsiniz, hər şey çox sadə görünür. Qalın xəttlər var, sərhədlər var, amma işin içinə girəndə o kəskin cizgilər qəfildən bulanıqlaşmağa başlayır. Tamamilə düzdür. Bax, bugün müzakirə edəcəyimiz, yəni masamızda olan iki əsas mənbə var. Deməli, birinci mənbə Şapur Qasimi tərəfindən yazılmış bir essedir. O, jurnalist Azər Həsrəti müdafiə edərək, dinin, xüsusən də İslamın türk milli kimliyinə təsirini çox sərt şəkildə tənqid edir. Kifayət qədər aqressiv, tarixi polemikalarla dolu bir mətindir. Bəli, ikinci mənbə isə tamamilə fərqli bir tonda yazılıb, Rıza Qaraçay tərəfindən qələmə alınan SAN, yəni South Azərbaycan Consulting Network manifestidir. Bu isə Cənubi Azərbaycan Türk milləti üçün yeni, daha rasional, belə deyək də, institusional bir platforma təklif edir. Aha. Yaxşı, gəlin lap əvvəldən bunu çox net aydınlaşdıraq. Bizim bugünkü təhlildə missiyamız bu fərqli mətnlərdən kimliyin necə formalaşdığını anlamaqdır. Amma bir təhlükəsizlik, yəni neytrallıq xəbərdarlıq edim, mənbələrdə xüsusən birincidə din və siyasətlə bağlı çox sərt, qütbləşdirici fikirlər var. Düzdür. Mütləq bunu vurğulamalıyıq. Yəni bizim məqsədimiz bu fikirləri dəstəkləmək və ya təksib etmək deyil. Biz sadəcə olaraq o müəlliflərin irəli sürdüyü iddiaları, o arxadakı məntiqi parçalayıb sizə obyektiv şəkildə çatdırmağa çalışırıq. Tərəf tutmuruq, sadəcə təhlil edirik. Təşəkkürlər bu qeyd üçün. Deməli, gəlin keçək məsələnin lap nüvəsinə, tarixə və kimliyin köklərinə baxırıq. Ümumiyyətlə bir milləti millət edən o əsas amil, o yapışqan nədir? Yəni dildir, yoxsa din? Bax, Qasiminin məqaləsindəki ən böyük, ən qızğın mübahisə də elə buradan başlayır. O, yəni tarixçi, alim Ceyhun Bayramlının bir fikrinə kəskin etiraz edir. Bayramlı deyir ki, İslam türk xalqlarının dövlətçilik təşəkkülündə rol oynayıb. Amma Qasimi deyir ki, yox, qətiyyən. Yəni o iddia edir ki, din ümumiyyətlə insanın milliyyətini müəyyən edə bilməz. Tamamilə. Qasimi qeyd edir ki, kimliyi formalaşdıran yeganə amildir. Hətta o qədər irəli gedir ki, ərəb İslamını sadəcə olaraq bir ərəb milli ideologiyası adlandırır. Onun əsas argumenti budur ki, türklərin İslamdan əvvəldə 30-35 min illik tarixi olub. Yəni 25 imperiya, 152 dövlət qurublar. Dövlətçilik qəflədən dinlə yaranmayıb. Əslində, bu maraqlı yanaşmadır, çünki məqalədə başqa bir detal da var. Deməli, o deyir ki, baxın, Çuvaşlara, Qaqauzlara, Yakutlara, onlar qeyri-müsəlmandır, amma yenə də eyni genetik və lingvistik kökə sahibdilər. Bəli, yəni din olmasa belə, kimlik oradadır, orada yaşayır. Yaxşı, yəni bütün bunlar sadə dildə nə deməkdir? Mən bunu oxuyanda ağlıma bir texnoloji analogiya gəldi. İstəyirəm görüm sən necə düşünürsən. Maraqlıdır. Buyur. Əgər biz bunu müasir texnologiya dili ilə desək, Qasimi sanki iddia edir ki, dil bir millətin əsas əməliyyat sistemidir, yəni o esidir. Din isə sonradan bu sistemə zorla quraşdırılmış və əməliyyat sistemini yavaşladan bir tətbiqdir, yəni sadəcə bir appdir. Düzgün başa düşdüm? Aha, çox gözəl bənzətmədir. Amma burada valihici olan odur ki, Qasimi sadəcə dinin özünü yox, dinin bir alət, bir silah kimi istifadəsini hədəf alır. Yəni, o tətbiq niyə quraşdırılıb? Niyə? Çünki müəllif izah edir ki, İslamda millət anlayışından daha çox ümmət anlayışı var. Ümmət konsepsiyası da fərqli kimlikləri əridib bir qazana yığmaq üçün, yəni assimilyasiyanı asanlaşdırmaq üçün mükəmməl bir mühit yaradır. Sənin o dediyin əməliyyat sistemi öz orijinal kodlarını itirir və böyük bir qlobal şəbəkənin içində əriyir. Yaxşı, amma burada bir saniyə dayanaq. Mənim bir sualım var, bəlkə də bir etirazım var. Əgər doğrudan da Qasimin iddia etdiyi kimi bu din ancaq kütləvi qətliamlarla gəlibsə və dediyin o assimilyasiyaya xidmət edirsə, necə olub ki, 1400 il ərzində qalıb? Yəni bir app pis işləyirsə, onu silirsən gedir də, necə belə möhkəm institutlaşıb? Bax,
Bu, yəni çox vacib bir sual yaradır və müəllif bunu sadəcə nəzəriyyə ilə yox, çox dəhşətli tarixi travmalarla izah edir. O deyir ki, bu tətbiq sistemə heç də könüllü yüklənməyib. Aha, deməli zorla yüklənib. Bəli, məqalədə 670-740-cı illərə aid tarixi iddialar gətirilir. Ərəb sərkərdəsi Küteybənin Taleqan və Gürqanda türklərə qarşı etdiyi iddia olunan o böyük qətliamlar xatırladılır. Ağaclardan asılan başlar, qul bazarları. Yəni, bu sıradan bir müharibə deyil. Millətin iradəsini qırmaq üçün bir psixoloji terrordur. Orası çox ağırdı, düzü. Amma məni əsas sarsıdan hissə o Xarəzmlə bağlı olan iddialar oldu. Yəni, Qasimi yazır ki, Xarəzmdə 12 min savadlı insan öldürülüb, qədim əlifba və bütün kitablar yandırılıb. Tamamilə. Bu 12 min insanın öldürülməsi sadəcə qətliam deyil axı. Bəli, bu əslində bayaq dediyimiz o əməliyyat sisteminin, o yaddaş kartının formatlanması deməkdir. Əgər sən cəmiyyətin savadlı təbəqəsini məhv edirsənsə, qalan kütləyə yeni bir hekayə sırmaq çox asan olur. Və məqalədə də elə bundan sonra çox maraqlı bir sitatlar zənciri başlayır. Bəli, o hissə xüsusilə diqqət çəkir. Müəllif bir növ dahi düşünürlərin din haqqındakı ironiyasını və tənqidlərini bir araya yığıb. Məsələn, Çingiz xanın nəvəsi Hülakü xanın o məşhur sözü var orada. Aha, o deyir ki, Tanrı türkçə bilmirsə, o ərəblərin tanrısıdır. Düzdür. Sonra təkcə o yox, Atatürkdən tutmuş Marx, Nietzsche, Freud, Mendeleev və hətta Churchill-lə qədər statlar gətirir. Hamısı eyni nöqtəyə vurur. Dinin mütləq həqiqət yox, əslində kütləni cəhalətdə və itaətdə saxlamaq üçün bir idarə etmə vasitəsi olduğunu vurğuluyurlar. Amma mənim üçün ən gözlənilməz olan xarici filosoflar deyildi. Müəllif öz daxilimizdən də misallar çəkir. Məsələn, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Bəxtiyar Vahabzadə kimi şairlərimizin məscid bəzəklərini, din xadimlərini necə kəskin tənqid etdiyini xatırladır. Bəli, çünki xaricdən kimsə deyəndə bir o qədər təsir etmir. Amma cəmiyyətin öz içindən çıxan aydınlar bunu deyəndə, bu o deməkdir ki, onlar da xalqın necə uyudulduğunu, necə aldadıldığını görüblər. Yaxşı, yenə də o əvvəlki sualıma qayıdıram. Əgər bu qədər dahi insan bunu rədd edibsə, niyə bu günə qədər bu mexanizm qırılmayıb? Niyə xalq yenə də buna sarılır? Bax, orada çox kəskin bir siyasi şifrə var. Qasimin mətndə keçmiş ABŞ prezidenti Richard Nixondan bir stat gətirir. Nixon deyir ki, müsəlman ölkələrində başda duran çobanı ələ alınca ölkəni biz idarə edəcəyik. Vay, bu çox, necə deyirlər, sinik bir etirafdır əslində. Tam olaraq. Çünki müəllifin baxış bucağına görə din sadə xalqı bir növ qul psixologiyasında, rəiyyət səviyyəsində saxlamaq üçün ən qüsursuz alətdir. Və bu mexanizm həm yerli imperiyalar, həm də xarici qüvvələr tərəfindən çox məharətlə qorunub saxlanılıb. Yəni elə bugünün özündə də, məsələn, İran və ya Tehran rejiminin öz şəbəkələrini idarə etmək üçün bu dini alətlərdən necə istifadə etdiyini görə bilərik də, Qasiminin məntiqi ilə baxsaq. Bəli, tamamilə elədir. Çünki itaəti müqəddəsləşdirən bir sistem idarəedicilər üçün həmişə ən arzu olunandır. Deməli, tarixdən, bu ideologiyalardan bəhs etdik. Bəs bu ideologiyalar bizim gündəlik həyatımızdakı vizual rəmzlərimizə necə təsir edib? Məsələn, başımızın üzərində dalğalanan bayraqlara. Bax, o bayraq məsələsi məqalənin ən emosional və ziddiyyətli hissələrindən biridir. Bayramlının yaşıl rəngi birbaşa İslamla bağlamasına Qasimi çox kəskin etiraz edir. Aha, o deyir ki, yaşıl rəng İslamdan çox-çox əvvəl də türk dövlətlərində var idi, düzdür? Bəli. İddia edir ki, yaşıl rəng əslində təbiətin, baharın, diriliyin rəmzi olub. Yəni o, bir universal təbiət simvoludur. Amma sonradan bu rəng elə bil ki, mənimsənilib və sadəcə bir dinin inhisarına verilib. Bax, məsələnin əsas maraqlı yeri burasıdır. Mən bunu oxuyanda çox təəccübləndim. Deməli, müəllif deyir ki, nəinki inanc, hətta uğrunda qan tökdüyümüz, inandığımız ən müqəddəs dövlət rəmzlərinin tarixçəsi belə siyasətçilər tərəfindən dəyişdirilib. Hə, ADR-nin orijinal bayrağı ilə bağlı iddianı deyirsən yəqin. Bəli, Qasimi yazır ki, Azərbaycan Demokratik Respublikasının orijinal bayrağı
əslində qırmızı fonda 8 güşəli ulduz olub. Ancaq sonradan İngilis generalı Thomsonun təzyiqi və siyasi reallıqlarla o indiki üçrəngli içində İslamı tərənnüm edən yaşılın da olduğu bayraqla əvəzlənib. Yəni bu rəmzlərin necə yenidən paketləndiyini göstərir. Tam olaraq. Rəmzlər geopolitik iqlimə uyğun formalaşır. Amma iş sadəcə rənglərlə, bayraqla bitmir axı. Qasimi həm də dini parçalanmanın necə siyasi alətə çevrildiyinə diqqət çəkir. O sünni-şiə məsələsini nəzərdə tutursan. Bəli. İslamın daxilində 75 fərqli cəryan var. Xüsusən də şiəliyin fars şovinizminin bir aləti kimi göstərildiyi yerlər var məqalədə. Qasimi xatırladır ki, tarixdə Çaldıran döyüşündə eyni dildə danışan, eyni kökdən gələn Osmanlı və Səfəvilər məhz bu məzhəb ayrılığına görə üz-üzə qoyuldu. Yəni bu türkləri parçalamaq üçün atılmış çox strateji bir paz idi. Doğrudan da, yəni səni dinlədikcə düşünürəm, birinci mənbə bizə çox dərin, çox emosional və qanayan bir tarixi yara göstərir. Yandırılan arxivlər, məzhəb savaşları, saxtalaşdırılan rəmzlər, keçmişə dair bitib tükənməyən bir mübahisədir bu. Amma bəs gələcək? Bax, əsas sual elə budur. Yəni, bir millət ancaq keçmişin travmaları, bu cür tarixi polemikalarla yaşayaraq irəli gedə bilərmi? Bu, dayanmadan arxaya baxmaq adamı yorur axı. Və bu sual bizi bugünkü ikinci mənbəmizə, yəni tamamilə fərqli bir yanaşmaya gətirir. Bəli, Rıza Görücəyin yazdığı Satsın, South Azerbaijan Consulting Network mətni. Bu mətin sən deyən o emosional və tarixi yüklərdən uzaqlaşmağı təklif edir. O deyir ki, bəsdir şüarlar səsləndirdik, artıq 21-ci əsrdir, biz tamamilə fərqli bir yolla getməliyik. Bəs o fərqli yol tam olaraq nədir? Yəni daha konkret desək? Konkret desək, hüquqi, strateji və elmi müstəviyə keçmək. Qaraçay, Cənubi Azərbaycan türk millətinin haqlarını beynəlxalq hüquq çərçivəsində praqmatik bir yolla qorumağı hədəfləyir. Təklif olunan şey diasporanı mərkəzləşdirmək, koordinasiya etməkdir. Gənclərə sadəcə tarix öyrətmək yox, media savadlılığı, strateji kommunikasiya, beynəlxalq münasibətlər kimi praktik bacarıqlar aşılamaqdır. Aha, yəni əgər biz bir analogiya qursaq, əgər Qasiminin mətni, o birinci mətin, milli oyanışın belə yanan ocağıdırsa, emosional atəşidirsə, ikinci mətin, yəni saq, bu atəşin enerjisini əbəs yerə havaya buraxmayıb, onu yığaraq bizi konkret bir mənzilə çatdıracaq, o mükəmməl mühərrikdir. Çox yerində bənzətmədir. Və əgər bunu daha böyük mənzərə ilə əlaqələndirsək, Qaraçayın vizyonu əslində Qasiminin o bəhs etdiyi manipulyasiyalardan xilas olmağın ən praktik yoludur. Çünki bilirsiniz necədir, müasir dövrdə müharibələr, sərhəd davaları artıq küçələrdə, qılınc qalxanla getmir. Bəli, bugün o davalar media mərkəzlərində gedir. Tamamilə. Media mərkəzlərində, universitetlərdə, hesabatlarda və ən əsası digital organization, yəni rəqəmsal təşkilatlanma vasitəsilə aparılır. Saq bir növ sübut edir ki, milli dirçəliş tarixi ağlamaqla, kimisə ittiham etməklə yox, sırf institusional intellektlər, məlumatla qurulur. Yəni, sən deyirsən ki, bir millətin səsini batırmaq istəyirlərsə, daha kitabları yandırmağa ehtiyac yoxdur. Sadəcə Wikipediyada sənin haqqında olan məlumatı redakt edirlər, filtrləyirlər, bitdi. Bəli, elədir. Buna qarşı isə sən ancaq onların silahı ilə, yəni informasiya və intellektlə savaşmalısan. Doğrudan da, yəni bugün danışdıqlarımız çox geniş bir spektrə əhatə etdi. Qasimiyenin o sərt yazısı bizə xatırladır ki, milli kimlik, dil, inanc və rəmzlər məsələsi necə həssasdır, neçə əsrlik qanlı manipulyasiyaların, mübahisələrin altından çıxıb gəlib. Qaraçayın məqaləsi isə bizə o zənciri qırmağın yolunu göstərdi. Göstərdi ki, bu kimliyi qorumağın yeganə yolu o tarixi emosiyanı pragmatik bir strategiyaya çevirməkdir. Yaxşı, bəs bütün bunlar bizi dinləyən sizin üçün niyə önəmlidir? Yəni, bəlkə siz sabah ofisdə hansısa bir iclasa hazırlaşırsınız, bəlkə sadəcə maşında xəbərlərə qulaq asırsınız və ya telefonunuzda sosial medianı vərəqləyirsiniz. Unutmayın ki, qarşınıza çıxan hər bir məlumat, ən xırda tarixi hekayə belə əslində kiminsə qlobal strategiyasının bir hissəsidir. Düzdür. Və duyğularla hərəkət etmək yerinə məhz o CBC-nin təklif etdiyi kimi
Analitik düşünmək bizi bu məlumat bolluğu, dezinformasiya içində boğulmaqdan, kiminsə alətinə çevrilməkdən xilas edə bilər. Bax, biz bugün keçmişin sərkərdələrinin, o qədim tarixçilərin və müasir siyasi strateqlərin milli kimliyi necə dizayn etməyə çalışdığını gördük. Amma gəlin tam sona hər şeyi alt-üst edəcək bir suala gələk. Düşünün, əgər Sayajin kimi intellektual mərkəzlər gələcəyi bugün rəqəmsal dünyada qurmağa çalışırsa, çox yaxın gələcəkdə bəs nə olacaq? Yəni, süni intellekt sistemləri bizim bu qədər tarixi travmalarımızı, yazışmalarımızı, o milli kimliklərimizi analiz edib öz versiyasını yazmağa başlayanda nə olacaq? O artıq bilirsən nə duyğuya baxacaq, nə də haqqa, adalətə. Ancaq rəqəmsal izlərə baxacaq. Tamamilə elədir. Sabahın tarixini biz şuurlu şəkildə mi yazacağıq, yoxsa sadəcə bizim bu dağınıq, emosional datalarımızla qidalanan alqoritmlər? Bizim kimliyimizə bir maşın qərar verəndə o qalın xətlər necə çəkiləcək? Bax, bu barədə doğrudan da sakit başla düşünməyə dəyər. Bugün bizimlə bu dərin, həm tarixi, həm rəqəmsal labirintlərdə addımladığınız üçün sizə təşəkkür edirik. Gələn təhlillərimizdə görüşmək ümidi ilə.